gördüyünüz Tərtər rayon STT Agentliğinin ərazisidir. Bu çəkilişi ona görə edirəm ki, Murad Zeynalov idarəyə gələn vaxtı yorğun işçilər idarənin qarşısında, bax bu gördüyünüz iskamerkada oturmuşdular. Həmin vaxtı Murad Zeynalov idarəyə daxil olan vaxtı işçilər ayağa qalxmayıb və ona da qəzəblənib, baxın, bax bu idarənin qarşısında duran iskamerkaları gətirib qoyub, bax idarənin arxasına ki, mən gələndə niyə ayağa qalxmamışsınız? Sizə ayağa qalxmağı öyrədəcəm. Bax bu cür formada, bax bu idarə də deyə bax oradadır. Bu adam yenə qədər harınlayıb ki, işçilərə zülm etməyə ləzzət alır. Gətirib bax idarənin arxasında olan ayaqlarının qarşısına qoyubdu, bax bu iskamerkaları. Ki, mən idarəyə gələn vaxtı, amma ayaq üstə mənim gözləsin. Adam tam olaraq harınlayıb. Bax, orada idarədir. Bax, idarənin binası. Burada həyətidir. Sən kimsən axı, Murad Zeynalov? Sən o hörməti saxlamamışsan işçilər arasında, işçilər də səni görəndə ayağa qalxmır. Bu bir, ikinci də yorğun işçilər olubdur. Görmüblər, yaxud da ki, yorğun olub ayağa qalxmırlar. Sən də buna qəzəblənib, bax, iskamerkanı göstərib gətirib qoymuşsan bura. Başına bir daş düşsün sən, Murad Zeynalov. Harınlanmış, qudurmuş Murad Zeynalov.